Əsl dönər necə olur? Bax belə. 2 ədəd toyuq filesini doğrayırıq. Üzərinə isə 2 diş sarımsaq doğrayıb əlavə edirik. 3 qaşıq mayonez, biraz duru yağ. İstəyə görə ədviyyatlar əlavə edib yaxşıca qarışdırırıq. Az yağ əlavə edilmiş tavaya töküb bişiririk. Kənarda isə kartofu bişiririk. Sosu üçün 5 diş sarımsaq, 4-5 qaşıq mayonez, biraz ketçap, biraz duru yağ əlavə edirik və tam kütlə halına gələnə qədər qarışdırırıq. İstəyə görə lavaşda və ya çörəkdə bunu eləyə bilərsiniz. Əti, kartofu, soğanı, turşu xiyarları, biraz da rəndələnmiş Holland peynirini əlavə edib bükürük. Və tosterə qoyub servis edirik. Əgər siz də həm doyumlu, həm ləzzətli, həm də evdə özünüz hazırladığınız bir dönər dadmaq istəyirsinizsə, mütləq sınayın. Bəs siz necə hazırlayırsınız? Bəyənib fikirlərinizi bölüşməyi unutmayın.